Azərbaycan işğaldan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur. Sürətlə aparılan bərpa quruculuq işləri çərçivəsində Azərbaycanda istehsal olunan materiallardan da istifadə olunur və hal-hazırda gördüyünüz bu Sumqayıtda istehsal olunan şüşələr Qarabağa göndəriləcək. Qarabağ və Şərqi Zəngəzurda evlərin və müəssisələrin tikintisində, eləcə də infrastrukturunun qurulmasında Sumqayıtda istehsal edilən şüşələrdən geniş istifadə edilir. Füzuli Beynəlxalq Hava Limanı buna misaldır. Bu isə şüşənin keyfiyyətini ön plana çıxarır. Ümumiyyətlə, Qarabağda aparılan quruculuq işləri ölkədə sənayenin inkişafına təkan verib. Sumqayıt Sənaye Parkına aid müəssisələrdə də istehsal artıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidentləri tərəfindən istehsal edilən müxtəlif tikinti və sənaye məhsulları Qarabağ və Şərqi Zəngəzurda gedən tikinti quraşdırma işçilərində geniş istifadə edilir. Parkın rezidentlərinin istehsal etdiyi tikinti materialları, keramika məhsulları, o cümlədən metal borular, beton və asfalt qatqıları, habelə su izolyasiya materialları, eləcə də şüşə paketlər, vərəqə şüşələr Ağdam, Cəbrayıl, Kəlbəcər, Laçın və digər rayonlardakı layihələrə göndərilir. Sənaye Parkına aid sement istehsalı zavodu da azad ərazilərdə aparılan tikinti quruculuq işlərində öz məhsulları ilə iştirak edir. İlk öncə başlanılan altyapı işləri, tünel işləri, köprü işləri, yol projeləri, buralara beton katkıları və tünel katkıları satışı ilə ürünlərimizi sataraq başladık. Bugünkü gün isə bu işlər hızlı bir şekilde devam etmekte. Aynı projelere, aynı ürünlerin satışı devam etmekte ve üst yapı işleri de hızlı şekilde devam etmektedir. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulmasında polad borulardan da geniş istifadə olunur. Gördüyünüz bu böyük diametrli polad borular Qarabağ bölgəsində əsasən su elektrik stansiyalarının tikintisində istifadə olunur. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkı ilə bərabər digər sənaye zonaları da azad ərazilərin yenidən qurulmasında yaxından iştirak edirlər. Bu həm yerli istehsalın artmasına səbəb olur, həm də tikinti şirkətləri lazım olan materialla daha operativ təmin edilirlər. Xədicə Səxavət, Valid Bəxtiyaroğlu, Röya Qarabağlı, AzTV xəbər.